Salam hörmətli abituriyentlər, 16-17-ci əsr Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri haqqında danışacağıq. İlk öncə danışırıq Məhəmməd Hüseyn Təbrizidən Bürhani Qati lüğətini yazmışdı. Mərkəzi Asiyaya köçüb məntiq, hüquq, fəlsəfə və astronomiya əsərlər yazan Yusif Qarabağidir. Şah İsmail tərəfindən Marağaya göndərilən Marağa rəsədxanasına onu təmir etmək üçün astronomumuz Qiyasəddin Mənsurdur. Mirzə Məhəmməd Şirvani fəlsəfə, astronomiya və riyaziyyat aid əsərlər yazmışdır. Kəmaləddin Behzad rəssamdır. 1522-ci ildə Təbriz kitabxanasının rəisi elan edilmişdi, təyin edilmişdi daha doğrusu. Sultan Məhəmməd də miniatür rəssam idi. Əsərləri Sankt-Peterburq, London, Leipzig, Venesiyada saxlanılır. Sadıq bəy Əfşar da rəssam idi. 16-cı əsrdə yaşamış məşhur naturalist rəssam idi. Kəmaləddin Behzad, Sultan Məhəmməd, Sadıq bəy Əfşar bu üçü rəssamdır. Hafiz Lələ isə dövrün məşhur xanəndəsi idi. Görkəmli elm və mədəniyyət xadimləri Həsən bəy Rumlu 1-ci Təhmasibin sarayında qulluq etmiş və Əhsənət Təvarix əsərini yazmışdı. Oruc bəy Bayat Səfəvi diplomatı kimi İspaniyaya gedib orada qalmışdı. İskəndər bəy Münşi Səfəvi sarayında divan katib olub. Tarixi Aləm Araya Abbas əsərini yazmışdı. Şah 1-ci Abbasın tarixçisi olub. Məhəmməd Tahir Vahid isə Şah 2-ci Abbasın tarixçisi olmuş və Səfəvilər dövlətində vəzir vəzifəsinə qədər yüksəlmişdi. Tarixi Vahid əsərini yazmışdı.